Mənfi ədədlə müsbət ədədin toplanmasını izah edəcəm. Gəlin başlayaq. Baxın, belə bir misal yazıram. Məsələn, mənfi 7 üstə gəlsin 82. Bu, deməli, mənfi ədədlə müsbət ədədlərin toplanması zamanı böyük ədəd hansıdırsa, onun işarəsi yazılır və böyük ədəddən kiçik ədəd çıxılır. Yəni 82-dən 7 çıxırıq. Cavabımız olur 75. Məsələn, 8 üstə gəlinsin mənfi 9. Burada hansı ədəd böyükdür? 9 böyükdür. Ona görə də dedik ki, hansı ədəd böyükdürsə onun işarəsi yazılır, mənfi yazılacaq və böyük ədəddən kiçik ədəd çıxılacaq. Yəni 9-dan 8 çıxırıq, cavabımız olur 1, yəni mənfi 1. Başqa bir misal yoxlayaq. Deyək ki, mənfi 18 üstə gəlsin 25. Deməli, burada bizim böyük ədədimiz 25-dir. Deməli, cavabımız müsbət alınacaq və böyük ədəddən kiçiyə çıxırıq. 25-dən 18-i çıxırıq. Cavabımız olur nə? Müsbət 7. Bir misal daha yazıram. Deməli, 62 üstə gəlsin mənfi 75. Yenə burada bizim böyük ədədimiz nədir? 75-dir. Ona görə mənfini yazırıq və 75-dən 62-ni çıxırıq. Cavabımız olur 13. Sizə belə bir misal deyirəm. Görək kim doğru cavab yazacaq. Rəylərə yazarsınız. Deməli, 62 üstə gəlsin mənfi 18 üstə gəlinsin mənfi 86. Belə dostlar, hələlik cavablarınızı rəyə yazmağı unutmayın.